Hər vaxtınız xeyir olsun əziz dinləyicilər. Alman Saat YouTube kanalının 6-cı buraxılışı ilə qarşınızdayıq. 2026-nın ilk buraxılışıdır. Bugünkü mövzumuz Almaniyada şans kartı haqqında olacaq. Təbii ki də sosial medialarda şans kartı haqqında çoxlu məlumatlar var, lakin real təcrübələr isə azdır. Hal-hazırdakı qonağımız Cavid Məhərrəmov bizə Almaniyada etdiyi şans kartı haqqında təcrübələrini bölüşəcək. Xoş gəlmisiniz Cavid bəy. Xoş gördük. Mənə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Adım Cavid, familiyam Məhərrəm. Orta təhsilimi Bakıda tamamlamışam. 32 yaşım var. Ali təhsilimi Türkiyədə, İstanbul şəhərində oxumuşam. Gəmi inşaatı və gəmi mühərrikləri mühəndisliyi ixtisasının bakalavr diplomu var. Ardından 7 il Türkiyədə öz ixtisasımla əlaqəli fərqli işlərdə işləmişəm. Hal-hazırda Almaniyanın Hamburq şəhərində yaşayıram. 14 ay əvvəl Hamburqa köçmüşəm. 9 aydır da öz ixtisasımla bağlı bir xarici bir şirkətdə, özəl bir şirkətdə işləməyə davam edirəm. Gördüyümüz kimi artıq Cavid bəy Almaniyanın Hamburq şəhərində 9 aydan bəri gəmi sahəsində öz ixtisasına uyğun olaraq şans kartı eləyir. Sizi bu uğurunuza görə bir daha təbrik edirik Cavid bəy. Ümumiyyətcə belə deyək ki, şans kartı nədir? Məsələn, izləyicilərimizin bəziləri şans kartı haqqında heç bir təcrübələri yoxdur. Sadə dildə necə izah eləyərdiniz şans kartını? Şans kartı sadə dillə belə izah edə bilərəm. Şans kartı köhnə iş axtarma vizasının təzə bir növüdür. Bəzi fərqli cəhətləri var. Bunlar haqqında da yəni açıqlama verə bilərəm. Köhnə iş axtarma vizasında dil şərti var idi. Yəni B1, minimum B1 alman dili bilməyiniz vacib idi. Amma şans kartında dil biliyi tələb olunmur. Yəni tələb olunur. Sadəcə dil biliyiniz var, sizə əlavə bir bal gətirir. Köhnə iş axtarma vizasında sizə sadəcə iş axtarma vizası və yaşama haqqı verirdi. Amma şans kartında fərqliliyi odur ki, sizə həftədə 20 saat part-time işləmə icazəsi verir. Bu avantajı odur ki, siz bu iş axtardığınız müddətdə hardasa part-time işləyib özünüzə maddi bir gəlir əldə edə bilərsiniz. Belə deyək ki, şans kartı əslində bizə Almaniyada 6 aylıq 1 illik oturum haqqının verilməsidir və biz bu müddət ərzində özümüzə iş tapmalıyıq. Şans kartının bir üstün cəhəti siz dediyiniz kimi odur ki, iş axtardığımız müddətdə bizə 20 saat həftəlik işləmə icazəsi verilir ki, və biz bu müddətdə həm iş axtara, həm də işləyə bilərik. Məncə çox mükəmməl bir şansdır şans kartı bizim vətəndaşlarımız. Sizin Almaniyadakı adaptasiya periyodunuz, həm öyrəşməyiniz, həm də maddi bir gəlir əldə etməyinizə kömək edir. Gözəl. Belə deyək ki, siz şans kartına uyğun olduğunuzu necə müəyyənləşdirmişdiniz? Yəni tələblər hansı faktorlar idi ki, yaş tələbi ola bilər, dil təcrübəsi, ümumiyyətcə iş təcrübəsi, hansı faktorlar əsas götürülür şans kartı üçün? Mən belə deyim, mən daha əvvəl başqa ölkələrdə iş axtarırdım. Əvvəl Norveçdə, sonra Hollandiyada. Hollandiyada işə görə alınmadı, fərqli proseduralar var. Ondan sonra qərar verdim ki, şans kartına müraciət edirəm və belə bir vizanın çıxacağını əvvəldən öyrənmişdim. Yəni sosial şəbəkələrdən və Almaniyanın saytlarından xəbərim var idi və keçən iyun ayında, iyun ayının 1-i səhv eləmirəmsə, bu viza müraciətlər başladı. Mən may ayında qərar vermişdim ki, mən bu vizaya müraciət edəcəm. Şərtləri də əvvəlcədən oxumuşdum. Sadəcə mənim tək əksiyim dil idi və baxandan sonra ki, dil kriteriyası yoxdur. Ondan sonra qərarımı verdim və mükəmməl. Belə deyək ki, çox gözəl. İnşallah ki, heç vaxt peşman olmarsınız bu qərarınıza görə. Belə deyək ki, mən səhv etmirəmsə, siz şans kartının artıq açılışından 1 ay falan sonra öz qəbulunuzu özünüz almışdınız və Plusdakı şans kartını özünüz ala bilərsiniz. Hətta belə deyim, Cavid bəy yönləndirə də bilərsiniz. Şans kartını ilk alan insanlardan biriyəm. Bəli, şans kartını ilk alan insanlardan biridir qonağımız. Təbrik edirik yolunuz üçün. Müraciət prosesi zamanı siz hansı çətinliklərlə qarşılaşmışdınız? Belə deyək ki, məsələn, siz dediniz ki, dil tələbi idi. Bəli. Şans kartında dil tələbi olaraq, yəni A1 Alman dili ya da B1 ingilis dili tələb olunurdu. Mən onsuz da illərdir ingilis dilində işləyirəm. Təhsilimin 30% ingilis dilində olduğu üçün sertifikatım yox idi və müraciət elədikdən sonra IELTS, akademik IELTS imtahanına girdim və lazım nəticəni əldə elədim. Yəni ən böyük çətinlik mənim təbii ki, blok hesabı idi, yəni maddi olaraq. Bəli, suallarımızdan biri də o idi ki, ən böyük çətinliyim o idi. Digər sənədlərdə yəni elə bir çətin bir şey yox idi. Mən dediyim kimi Türkiyədə yaşadığım üçün oradan müraciət elədim. Türkiyədə elektron dövlət sistemi yaxşı işlədiyi üçün sənədlərin çoxunu, bir çoxunu demək olar heç bir əziyyət çəkmədən onlayn bir şəkildə ingilis dilində əldə etdiyim üçün bir çətinliyim olmadı.
Yəni tək çətinliyim maddi, bir də işdən ayrılma müddətim oldu mənim. Başqa bir çətinliyim olmadı. Sənədlərdən danışanda bizə şans kartına müraciət etmək üçün hansı sənədlər vacib olur? Şans kartına müraciət etmək üçün ən böyük kriteriyalardan biri sizin oxuduğunuz universitetin Almaniyada tanınmış olmalıdır, yəni təhsil strukturasının. Bunu da ANABIN saytından baxa bilərsiniz. Yəni H+ oxuduğunuz universitet və fakültə yəni heç bir şey eləməyinizə ehtiyac yoxdur. Sadəcə o saytdan o səhifələri çap edərək ya da PDF olaraq əlinizdə olsa bəs eləyir. Başqa bir çətinlik sizdən belə deyim, şans kartı bal sistemidir, belə deyim. Bəlli bir müəyyən bir bala toplaya bilirsinizsə, sizə müraciət etmə haqqı verilir. Buna da sizin yaşınız, dil biliyiniz, iş təcrübəniz, yəni 3 kriteriya var. Əgər bunlar lazım bir şəkildə yetərli balınız varsa, sizə icazə verilir ki, siz müraciət edə bilərsiniz. Bunu da şans kartının bir saytı var, saytı sizinlə paylaşaram. Biz izləyicilərlə paylaşarıq. Bəli, orada seçirsiniz kriteriyalar. Məndə bu var. Məsələn, alman dilim var, 30 yaşım var, falan filan. Ondan sonra sizə deyir ki, bəli, siz şans kartına müraciət edə bilərsiniz. Əla. Belə deyək ki, sizin öz Türkiyədə aldığınız bakalavr təhsiliniz ANABIN saytında tanınırdı. Bəli. Və izləyiciləri artıq maraqlandıran bir sual olacaq ki, bəs mənim diplomum və yaxud da ki, ixtisasım ANABIN saytında tanınmasa nə edəcəyik? Bunun üçün biz ZABın saytına müraciət edə bilərik tanıtım prosesində. ZAB, belə deyək, ZABın saytında siz ora rüsum haqqını ödəyib və sənədlərinizi yerləşdirdikdən sonra 2-3 ay, hətta 4 ay belə çəkə bilər ki, gözlədikdən sonra Almaniyada diplomunuz tanına bilər. Ona görə də müraciət etmək istəyən şəxslər, belə deyim, əvvəlcədən baxmağı yaxşıdır ki, əgər H+ deyilsə, çünki dediyiniz kimi 4 ay, bəzən 5 ay çəkir, yəni onu nəzərə almalıdırlar. Belə deyək ki, proses nə qədər müddət apardı? Sizin üçün gözlədiyiniz şeylər hər biri yerinə yetdimi, belə deyək, yoxsa gözləmədiyiniz hər hansı bir çətinliklə qarşılaşdınızmı? Yəni mən çətinliklə qarşılaşmadım, sadəcə hər şey tez bir vaxt alındı məndə. Çünki Türkiyədə viza prosedurları çox uzun çəkir, yəni əhali sayısı çox olduğu üçün. Mən yəni araşdırmışdım ki, minimum 4-5 ay sonraya gün verilir, termin verilir viza üçün. Mən də buna görə dedim müraciət eləyim. Amma Türkiyədə müraciət eləyəndə xarici vətəndaş olaraq ayrı bir səhifədən müraciət olunur. Mən bu qədər tez gözləmirdim. Mən ona görə müraciət elədim ki, 4-5 ay sonraya mənə termin verərlər. Mən də ona görə planımı elə qurmuşdum. Amma mən müraciət elədikdə mənə 11 gün sonra gün verdilər. Dediyim kimi mənim əlimdə IELTS-im yox idi, sənədlərim hazır deyil idi. Məsələn, bir həftə içində IELTS imtahanına girdim, sənədləri yığdım. Sonra termin günü gəldi və getdim sənədləri verdim, heç bir problemsiz. Amma qeyd elədim ki, mən iyul ayında müraciət elədim. Sentyabrın 15-nə vizanı istədim. Çünki tez getmək istəmirdim. Və onlar da viza başlanğıcımı sentyabrın 15-nə verdilər. Yəni bu şey də mümkündür. Yəni müraciət edib 6-7 ay sonra da viza tələb edə bilərsiniz. Əla. Belə deyək ki, artıq sənədlər hamısı hazırdır və qısa zaman içərisində istədikdən sonra hər şey əldə etmək olar və siz vizada çıxdı, artıq Almaniyaya gedirsiniz. Belə deyək ki, Almaniyaya gəldiyiniz ilk gün. Bunu bizə təsəvvür edə bilərsiniz. Mən belə deyim, mən dediyim sentyabr ayında vizam əlimə gəldi. Yox, iyul ayında viza əlimə gəldi, amma sentyabrın 15-i başlayırdı. Mən oktyabr ayında 2 həftəlik tətil götürdüm. Köçməmişdən əvvəl. Həm gəzmək məqsədli, həm gedim görüm, özümə sim kart alım, ev axtarışlarım üçün. Çünki sonra iş axtarışları üçün də əgər baxırlar ki, sizin nömrəniz, türk nömrəsidir, adresiniz Türkiyədirsə, iş müraciətinin şansınız daha da azalır. Mən bir həm gəzmək, həm nömrə almaq, həm bir görmək, orada yerləşmək məqsədiylə. Bir kəşf xarakterli getdim, gəzdim, gəldim. Ondan sonra işimdən istifa elədim və noyabrın 3-də Almaniyaya köçdüm. Amma köçməmişdən əvvəl mən belə Almaniyadakı ən böyük çətinlik qalmağa yer tapmaqdır. Çünki adres qeydiyyatı eləmədiyiniz müddətcə siz heç bir şey eləyə bilmirsiniz. Mən əvvəlcədən evimi tutmuşdum. Belə deyim, köçməmişdən əvvəl müqaviləni bağlamışdım. Ona görə hətta evim hava limanına çox yaxın idi, belə deyim, 20 dəqiqəlik piyada məsafədə idi. Ona görə çox rahat oldu mənim üçün. Hava limanından çıxdım, evə getdim, evimə yerləşdim.
Bu qədər yəni çox bir çətinliyim olmadı açığı. Çox da rahat olub Bəli, həqiqətən də rahat oldu. Amma ki, inşallah hər kəs də belə olur. yəni planlı bir şəkildə elədiyim Bəli, üçün məncə belə də deyim. danışdıqlarınıza diqqətlə qulaq asanda artıq hər şey planlamısınız əvvəldən. Haçan başlayacaq şans kartına müraciətlər, görüşlər gec verilir, biraz tezləşdirin və yaxud da 2 həftəlik icazə alıb gedib orada artıq yerinizi rahatlaşdırmağınız bunlar hamısı planlanmış şəkildədir. Bir də mən bunu daha əvvəl də dedim, Türkiyədə oxuduğum üçün, yəni Türkiyəyə köçmüşdüm, onsuz da illərlə orada yaşamışam. Yəni dünyanın çox bir ölkələrində olmuşam, Avropanın çox ölkələrində. Buna görə biraz da şəxsi təcrübələrim olduğu üçün yəni çox rahat oldu mənim üçün. Ən böyük çətinlik odur ki, yəni heç kimi tanımıram. İndi təzə belə deyim, yeni insanlarla tanış oluram. Amma daha əvvəl də mən tək yaşadığım üçün o da mənim üçün çox bir çətin olmadı. Çətinlik olmadı. Bir növ rahat oldu sizin üçün. Təcrübəniz olduğu Bəli. üçün təbii ki də. Belə deyək ki, dil biliyiniz necə idi? Yəni alman dili biliyiniz. Çətinlik çəkdiniz məsələn ev axtarma prosesi olsun, digər sənədləşmə işlərində olsun ki, almanca danışmalıydınız. Dil biliyi necə idi almanca? Yəni alman dili mənim demək olar heç yox idi. Yəni sadəcə bir müddət 1-2 ay belə deyim, özəl dərs almışdım və Duolingo-dan biraz məşğul olmuşdum. Yəni demək olar heç bir dil səviyyəm yox idi, yəni dil biliyim yox idi. Amma ingilis dilim yaxşı olduğu üçün Hamburqda daha internasional bir əhali olduğu üçün çox çətinlik çəkmədim. Ev sahibim də ingilis dilini bilirdi. Amma bəzi dövlət dairələrində təbii ki çətinlik çəkirəm. Yəni hələ də çəkirəm. O vaxtlar da çəkirdim. Amma öz eforumla belə deyim, getməmişdən əvvəl hazırlaşırdım ki, nə deməliyəm. Məsələn bir dövlət dairəsində ya da Google Translate işlədirdim. Yəni yazışmalarımda, iş müraciətlərimdə. Yəni bu şəkildə yəni yola vermək olur belə. Yəni bir növ əvvəlcədən hazırlaşırdınız ki, nələr soruşula bilər, nədən danışarsınız. Çox bir xeyri olmurdu açığı çünki mən gözlədiyim cavab gəlməyən müddətcə. Orada elədir ki, onlar çox sürətli danışdıqları üçün ilk öncə bizim onu anlamağımız vacibdir ki, nə deyəcəyimizi bilək. Təbii ki, əzbərliyib evdə gedəndə hər zaman da işə yaramır, amma azdan çoxdan da olsa kömək dəyir. Hətta belə bir şey deyim, evimin yanında bir mağazin var idi. Mən oradan günlük ərzaqlarımı alırdım. Məsələn, çətinlik çəkirdim. Almanca danışmağa çalışırdım. Yəni 4 ay sonra xəbərim oldu ki, o şəxs özü türkdür. Yəni əvvəldən türk dilində. Əvvəldən desəydiniz bəlkə türkcə danışmağa başlayacaqdınız. Niyə çətinliyə salıb sizi? Amma deyim, yəni Almaniyada özəlliklə Avropanın çox ölkəsində yəni türk dili də sizə çox kömək edir yəni. Türklərin sayı çox olduğu üçün. Şans kartı ilə Almaniyada iş tapmaq nə qədər çətinliyi var sizcə? Şans kartıyla iş tapmaq asan deyil. Çünki bu belə deyəlim, bir növ dövlətin də bir tələsi kimi deyim. Çünki dövlət sizin blok hesaba pul yatırırsınız. Dövlət sizə deyir ki, pul yatır, gəl pulu bizim ölkədə xərclə, vergi ver. Yəni bu ona görə yəni getməmişdən əvvəl çox yaxşı araşdırmaq lazımdır. Yəni sizin ixtisasınız hansı şəhərlərdədir? İş tapmaq imkanı nə qədər ola bilər? İş imkanları nə qədərdir? Yəni gedib orada yalandan vaxtınızı keçirdib qaydada bilərsiniz. Məsələn, mənim məqsədim o idi ki, mən 1 il içində iş tapmasaydım, Azərbaycana qaydacaqdım. Mən onu da planlaşdırmışdım. Amma mən 5 ay sonra iş tapdım. 3-4 görüşməyə girdim və belə deyim, xaricdə iş müraciətləri eləyəndə heç kim ciddiyə almır. Çünki heç kim sponsorluq eləyib sizi xaricdən iş vizası alıb gətirmək istəmir. Həm maddi olaraq əlləşmək istəmir, həm prosedur olaraq. Amma Almaniyada özünüz fiziki olaraq Almaniyada olduğunuzda görüşmələrə sizi çağırırlar. Hətta belə deyim, 3 görüşmənin mən ikisinə üzbəüz çağırıblar. Şirkətə gedib üzbəüz danışıb, yəni intervyuya girmişəm belə deyim. Görüşmələr zamanı ingilis dilində yoxsa alman dilində danışırsınız? Mənim dediyim kimi ixtisasım belə deyim, 60% şirkətlərin iş dili ingilis dili olduğu üçün yəni mənim ixtisasıma xas olan bir şeydir bu. Şirkət ingilis dili olduğu üçün alman dili vacib deyil mənim ixtisasımda. Amma gələcəkdə təbii ki lazım olacaq bizim üst pozisiyalara çıxmaq üçün, daha yaxşı işlər tapmaq üçün. Yəni belə deyərdim, mənim ixtisasımda 60%, 40%, yəni 60% tələb eləmir, 40% tələb eləyir. Yəni bu hər kəsə aid deyil, bunu deyək ki, sonra heç kəs sevilməsin. Amma onu deyərdim ki, mən çox əvvəldən planlaşdırsaydım ki, 1 il əvvəldən planlaşdırdım mən gedəcəm Almaniyaya. Təbii ki, mən minimum B1 səviyyəsində öyrənib gedərdim. Yəni B1 səviyyəsində öyrənib gəlsəydim, bəlkə daha yaxşı bir işdə işləyərdim. Daha sürətli olardı proses. Daha da tez iş tapa bilərdiniz.
İş axtaran zaman qarşılaşdığınız ən böyük çətinlik məncə dil biliyiniz ola bilər. Bəli. Dil biliyi, bir də dediyim kimi mən CV-ni ya da iş müraciətlərini, iş müraciətlərinin ön yazını mən Google Translate-lə ya da ChatGPT ilə eləyirdim, amma təbii ki, bilmirəm nə qədər düz eləyib, nə qədər səhv eləyib. Təbii ki. Yəni bu ola bilər. Bu da yəni bir minusdur iş müraciətlərində. Çünki baxan adam bilir ki, onsuz bu adam tərcümə proqramı ilə bir vəsaitlə eləyir. Belə deyək ki, Sony intellektlə ola bilər, Bəli, Google Translate-lə olduğu həmin dəqiqə onsuz da bilinir. Çünki danışıq dilindən tam fərqli olur. Bəli. Onlar daha çox rəsmi dilə önəm verir və biz istəsək belə Google Translate, Sony intellekt olmadan onu o formada yazmamız mümkün deyil. Belə deyək ki, Cavid bəy də məsələn iş sahəsində, gəmi sahəsində ingilis dili tələb olunsa da, bəzilərimiz üçün artıq bu o demək deyil ki, hamımız məsələn şans kartı eləyəndə hər birimiz ingilis dilin vacib olacaq. Bəzi ixtisaslar var ki, heç ingilis dilinə götürmür, ancaq alman dili istəyir. Hətta şans kartında elədir ki, sizin alman diliniz yüksək olduqda, hətta sertifikatınız olduqda belə daha tez iş tapma şanslarınız var. Təbii ki, dediyim kimi mən 3 dənə intervyuya girdim. Bəlkə alman dilim olsaydı, bəlkə daha çox 20 dənə intervyuya girəcəkdim. Bəli. Bayaq siz burada bir şey vurğuladınız ki, bir məlumata toxundunuz daha doğrusu. Biz məsələn siz Türkiyədə müraciət etsəydiniz işlərə daha gec tapazdınız, nəinki Almaniyada olanda. Mən belə deyim, mən illərlə müraciət etdim. Dediyim kimi əvvəl İsveçrədə müraciət etmişəm, Norveçdə, Hollandiyada, Almaniyada, yəni heç bir cavab ala bilmirdim. Çünki dediyim kimi xaricdəsinizsə, adam baxır orada sizin adresiniz xaricdir, nömrəniz, türk nömrəniz məsəl üçün. Yəni siz avtomatik olaraq, yəni sizi necə deyim, siyahıdan çıxarırlar və heç bir şəkildə proses irəliləmir. Belə deyək ki, Almaniyada şans kartından başqa Ausbildung, ondan sonra işçi vizası şanslar da var. Niyə məhz şans kartı? Çünki belə deyim, mən lazımi qədər, yəni çox təcrübəm yoxdur, 8 il qədər iş təcrübəm olduğu üçün mənim Ausbildunga ya da iş vizası şeyləməyim daha məntiqsiz olardı. Çünki ixtisasım da bizim short listdə olan bir ixtisas olduğu üçün əlaqəsi olmayan ixtisaslarda işləmək istəmirdi. Çünki gəmi sahəsində Ausbildung tapmaq çox çətindir. Plus da ki, belə deyək, ancaq standart Ausbildung sahə olur. Otel olsun, ondan sonra restoran olsun, diş assistenti və s. digər sahələrdə. Amma gəmi sahəsində Ausbildung tapmaq çətin olur. Bəli, çətindir və dediyim kimi mənim üçün məntiqsiz idi Ausbildung. Amma məsələn mən başqa bir ixtisas oxusaydım, ya da nə bilim, necə deyim, mexanik olsaydım ya da başqa bir şey olsaydım, Ausbildung fikirləşərdim. Amma bu yaşda yox. Məsələn, daha gənc olsaydım, məsələn 20-li yaşlarda olsaydım, yəni təzə məzun olsaydım fikirləşərdim. Amma iş təcrübəm olduğu üçün mənim üçün məntiqsiz bir qərar olardı. Bəli, həm də Ausbildung etmək üçün də alman dilinə ehtiyac var. Bəli, dil var, maddi olaraq B1 səviyyəsində, hətta indən sonra məncə B1 səviyyəsini təmiz bildikdə Ausbildunga müraciət etməliyik. Çünki çox çətinlik çəkib geri qayıdan bizim necə deyim, tələbələrimiz olubdu. Orada dediklərini başa düşmək lazımdır, danışıqları aparmaq, iş mühitində olsun. Və bir şey də əlavə eləmək istəyirəm. B1 dil biliyi olsa belə, bir də bunun ixtisas tərəfi var, terminologiya var. Yəni o qismlərə də məşğul olunmalıdır. Ayrı bir şey. Danışıq dilinin B1 ilə biz bunu hər podkastda vurğulayırıq bəlkə də. Danışıq dilindəki B1, A2 və B2 fərqi yox dil səviyyəsi ilə bizim iş mühitindəki olan dil səviyyəmiz tam fərqlidir. Yəni hər kəsin öz işinə mənsub olan terminləri var. Yəqin ki siz gəmi sahəsində olan terminləri öyrənmisiniz. Danışıq dilinə düz olaraq istifadə etmirsiniz bəlkə də, amma iş mühitində onları istifadə edəcəksiniz deyə əvvəldə də məlumatınız olmalıdır. Şey də əlavə edim, mən illər dediyim kimi ingilis dilində işlədiyim üçün belə deyərdim, mən bəlkə ingilis dilim B1, B2-dir, amma işdə mən danışanda C1 səviyyəsində danışa bilirəm. Çünki o terminologiya şeylərə bizim tanış olduğumuz C1 səviyyəsində bəli. Alman dili də elə elədir məncə. Alman dili də bəli. Məsələn, mən fikirləşərdim ki, indi A2 səviyyəsindəyəm. İndi bir 6-7 aya B1 planlaşdırıram. Ondan sonra da mən özüm üçün bir 5-6 ay belə deyim, ixtisas üçün alman dilinə ayırmağı fikirləşirəm yəni. Yəni öz ixtisasınıza görə gəmi sahəsində. Alman dili öyrənmə prosesiniz necə gedir bəs? Alman dili öyrənmə prosesim belə deyim, mən yenə bir özümə plan çizmişəm, hədəfim var. Çünki hal-hazırda Blue Card-dan işləyirəm mən. Blue Card-ın da öz faydaları var. Onlar haqqında məlumat verin zəhmət. Məndə digər çalışma vizasının çox biliyim yoxdur, amma Blue Card var, bir də normal iş icazəsi var belə deyim. Blue Card-ın öz avantajları var. Blue Card-ın şərtlərindən biri odur ki, xüsusi ixtisaslar var. O ixtisaslarda işləməlisiniz.
öz sahibinizdə işləməlisiniz və illik gəlirinizin 43 minimum 43 min evro olmalıdır. Bu brüt deyim, yəni vergi ödənməmiş qismi 43 minsə siz Blue Card əldə edə bilirsiniz. Blue Card əldə etdikdən sonra da 21 ay Blue Cardla işlədikdən sonra B1 alman biliyiniz varsa sizə Almaniya dövləti daimi yaşayış icazəsi verir. Daimi yaşama icazəsi. Bəli, daimi yaşayış icazəsi verir. Bu 21 aydan sonra. Bəli, 21 ay işlədikdən sonra mənim indi hədəfim odur. Mən hələ ki 9 ay işləyirəm. 1 ildən yaxın bir vaxtım qalıb. Ona görə belə deyim, hər gün 4-5 saat alman dili üstündə işləmirəm. Özümü yormaq istəmirəm, belə deyim. Çünki bir vaxtım var və belə deyim, yavaş-yavaş rahat öyrənmək istəyirəm. Siz Blue Carddan danışdınız. Belə deyək ki, şans kartı ilə Blue Card eyni bir kateqoriyaya daxil olur? Xeyr, şans kartı belə deyim, sizə sadəcə pasportunuza yapışdırılan bir vizadır. Yəni normal Schengen vizası kimi bir şeydir. Sadəcə orada bildirirlər bu şansen kartıdır deyə bir açıqlama qismi var. Onu da istəsəz sizinlə paylaşaram. Şans kartını aldıqdan sonra indi Almaniyada bəlkə əyalətlərdən əyalətlərə prosedur dəyişir. Məsələn, mən normalda bir ölkədə yaşamaya başladığınızda oranın oturum icazəsini almalısınız, resident permit almalısınız. Məsələn, mən qaldım Almaniyada, mənə dedilər ki, ehtiyac yoxdur. Siz bu viza ilə işlədə bilərsiniz, vizanın müddəti ərzində yaşaya da bilərsiniz. Amma iş tapdıqdan sonra siz iş vizasını, bunun iş icazəsini çevirməlisiniz. Onda siz elə bir vizanızı təqdim edirsiniz, lazım sənədləri, iş kontraktı və özünüz iş icazəsini müraciət edirsiniz. Dedim, ya normal iş vizası ya da Blue Card. Mən Blue Card'a bizim kriteriyalarını qarşıladığım üçün Blue Card'a müraciət elədim və avantajlarının bayaq bir qismini dedim. Bəli. Yəni belə deyək ki, bizim kriteriyalarımız, xüsusiyyətlərimiz Blue Card-a uyğun gəldikdə müraciət etməyimiz daha rahat olur. Bəli, çünki Blue Card-ın dediyim kimi daha çox avantajları var normal iş icazəsinə görə. Belə deyək ki, Almaniyada ən çətin tələbələr üçün çətin olan proseslərdən biri hansıdır ki, istər Blue Card olsun, istərsə də işçi vizasına işləyənlər olsun ki, onlar aylıq gəlirlərinin bir hissəsini, hətta artıq yarıya yaxını demək olar ki, vergilərə ödəyirlər. Bu necə olur? Yəni siz narazımısınız bu? Yəni belə deyim, Almaniya sosial bir dövlət olduğu üçün, yəni belə deyim, əvvəl də dediyim kimi mən Hollandiyada iş müraciətləri eləmişəm. Yəni subay insanlar üçün Hollandiya daha uyğundur, amma ailəli insanlar üçün Almaniya daha uyğundur. Yəni mən dediyim kimi mən aylıq hardasa 1100 evroya yaxın vergi məndən kəsilir maaşımdan. Yəni peşmanam, xeyr deyiləm. Belə deyim, Türkiyədə mən daha çox maaşım var idi, daha yaxşı vəzifəm var idi. Amma Almaniyada daha az maaşla mən daha xoşbəxtəm, daha rahatım. Demək ki, belə deyək ki, bəzi tələbələr düşünürlər ki, Almaniyaya getsəm daha çox pul maaş qazanacağam, daha çox pul qazanacağam. Amma insanlar sadəcə rahatlıqları üçün ölkəni dəyişirlər məncə. Burada da Azərbaycanda da o qədər olub ki, məsələn, yaxşı işləri olubdu, dövlət sahəsində işləyiblər və yaxud da fərqi yoxdur. Yəni müəyyən gəlirləri var idi və onları aylıq olaraq belə deyək, kifayət edirdi də. Sadəcə olaraq rahat yaşayış üçün, rahat düşüncədə olan insanlar, daha açıq mədəniyyətə malik olan bir ölkə olduğu üçün Almaniya, yəni və digər Avropa ölkələri təbii ki də sadəcə olaraq Almaniya niyə biz vurğulayırıq? Bu şansları verən ölkələrdən biri Almaniyadır. Ausbildung olsun, işçi vizası olsun, şans kartı, Blue Card fərqi yoxdur ki, bizə verdiyi üstünlüklərdən biri olduğu üçün daha çox seçim arasında olan ölkələrdən biridir. Mən getməmişdən əvvəl çox işlədim. Almaniyada sənəd işləri uzun çəkir. Amma məsələn mənim sənəd işlərim də açığı çox uzun çəkmədi, çox rahat oldu. Sadəcə proseduranı bilməlisiniz, nələr lazımdır, hansı haqlarınız var. Yəni bunları bildikdən sonra ön araşdırma ilə daha da sürətləndirə bilərsiniz. Zəif və yavaş davam edən bank sistemi var məsəl üçün, o biraz şeydir. Amma dediyim kimi, yəni ən vacib şey burada plan qurmaq və araşdırmaqdır. Almaniyada siz vergilər ödəyirsiniz. Bunlardan bir hissəsi həmən sosialla bağlı olan vergilərdir. Bəs başqa vergilər varmı? Başqa vergilər, mən vergimi özüm ödəmirəm bu arada. Mənim maaşımdan avtomatik kəsilir. Yəni Amerika kimi deyil. Başqa ödədiyim vergi radio televiziya vergisi ödəyirəm. Aylıq 18.3 evro olmalıdır. Məcburidir. Yəni evdə televizora baxsaz da, baxmasaz da Nə demək zorundasınız? O vergini ödəməlisiniz. Heç razılaşmadığım vergilərdən biridir mənim. Mən də razılaşmıram, amma dövlətlə dövlətçilik olmaz. Ödəmək zorundayıq xüsusən. Yəni bir insanlar niyə televizora, radioya baxmırsa, bunu niyə ödəməlidirlər? Məncə yəni bu sadəcə Almaniyada deyil bu arada. Yəni Türkiyədə də var bu vergi.
İndi Azərbaycanda yoxdur. Yəni ona görə bizə qəribə gəlir. Biz sadəcə məncə bizim ölkədə qanun sistemi Almaniyaya baxanda daha rahatdır deyə fikirləşirəm. Bəli, Azərbaycanda Vergi təbii ki. sistemi olsun. Yəni biz istəsək vergi ödəyirik, istəsək ödəmirik. İstəsək işimizi rəsmiləşdirib vergi ödəyicisi ola bilərik. Fiziki şəxs, hüquqi şəxs və s. dəyişir təbii ki bunlar. Amma Almaniyada siz artıq işləyirsinizsə məcbursunuz ki, Bəli. istəyir özəl yer olsun, istəyir dövlət yeri olsun Almaniyada vergi ödəmək Bəli, zorundayıq. hətta vergi bəyannaməsi də eləməlisiniz. Çünki vergi endirimləri də var bu arada. Ondan da istəsək danışa bilərəm. Təbii ki, də buyurun. Yəni məsəl üçün sizin belə deyim, işə başladınız, iş üçün xərclədiyiniz hər şeyin, nə bilim məsələn evdə yazı stolunuz yoxdur, ya kör ekranınız yoxdur. Yəni işlə bağlı olan telefondur, nə bilim kompüterdir, iş masasıdır, nə bilim getdiniz məsəl üçün ingilis dili kursuna getdiniz. Yəni bunların xərclədiyiniz pulların hamısının vergisini geri ala bilirsiniz. Hər ilin axırı vergi bəyannaməsi eləyib bunları dövlət sizə geri verir. Avantajdır. Və deyək məsələn iş yeriniz qaldığınız yerdən məsəl üçün 10 kilometr uzaqdır deyək, dövlət kilometr başına sizə vergi geri qaytarır. Yəni fərq eləmir, istəyirsiniz öz maşınınızla gedin, istəyirsiniz public transportla gedin. Yəni belə bir şeyləri var yəni. Aydındır. Siz bəyan eləyib geri ala bilərsiniz. Mən eləməmişəm, çox bir şeyim olmayıb. Amma Və nə qədər olmasa eləməyiniz məsələ. Bəli. Yəni çünki hardasa deyərdim illik bəlkə 200-300 evro xərclədinizsə geri ala bilərsiniz. Yəni bir sözlə almanlara işləyirsinizsə Bəli. Almaniya ölkəsində iş mühitində xərclədiyiniz ödənişləri il sonunda vergi olaraq geri ala bilirsiniz. Alman dili ilə vermir. Bu arada məsələn Alman dili kursuna mən getsəm, onu vergi geri vermir, amma İspan dili ya da başqa bir dillə mən getsəm, Almaniyada olduğum üçün Alman dilindən vermir. Aydındır. Bəs belə deyək ki, şans kartı etdiyiniz bu müddətdə, bu yolda qarşılaşdığınız ən böyük çətinliyiniz nə olmuşdu? Ən böyük çətinliyim ümumiyyətlə Avropada qalmağa yer tapmaqdır. Çünki çox rəqabət çoxdur. Yeni evlər tikilmir. Çünki urban planning dediyimiz şey həqiqətən var. Çünki yeni bir mənzil ya da bina tikilməmişdən əvvəl oradakı uşaq bağçasının lazımi yeri var ya yox, parking yerləri var ya yox, xəstəxana lazımi yeri var ya yox. Onlar okey olduqdan sonra yeni evlər tikilməyə başlayır. Ona görə də bir də artan bir immiqrasiya var Avropaya. Yəni ev tapmaq çox çətindir. Mən 14 ayda 2 dənə ev dəyişmişəm. Birinci evimi qısa müddət tutmuşdum. Ondan sonra təzə bir ev tapdım, amma çox şanslı idim. Və çünki ev sahibləri yəni sizdən son 3 ayın maaş bordrosunu istəyir, Azərbaycanda bilmirəm Kirayə nədir. vermək üçün. Bəli, və sizdən Çıxarış istəyir bir sözlə. çıxarış istəyir və sizdən deyir ki, prob zaytda olmalısınız. Yəni bu prob müddətində olmamalısınız. İşte prob müddəti 6 aydır Almaniyada. Məsələn, mən evə müraciət edəndə bir həftə idi, ikinci evimə müraciət edəndə bir həftə idi işə başlamışdım. 3 aylıq pay slipim yox idi və prob zaytdaydım. Ona baxmayaraq ev sahibi evi mənə verdi. Verməyə də bilərdi. Verməsəydi böyük ehtimal çox çətin bir vəziyyətdə qalacaqdım. Demək olar ki, şans kartı etdiyiniz müddətdə işləriniz çox axıcı gedibdi və uğurlu olubdu ki, ümid edirəm ki, hər zaman belə olacaq. Çox sağ olun. Belə deyək ki, şans kartı hər kəs üçün keçərlidir. Yəni məsələn, izləyicilər videoya baxdıqdan sonra, podkasta baxdıqdan sonra düşünə bilərlər ki, mən də şans kartı eləyim. Ancaq kimlər üçün risklidir, kimlər üçün daha avantajlıdır, daha tez müraciət etsə, məsələn, şans kartı vizasını daha tez alacaq. Yəni bu haqqda biraz məlumat verirsiniz. Mən belə deyərdim, yəni sosial işlərdə məncə daha az şans var iş tapmağın. Yəni sosial işlərdən məsələn necə deyim, siz vəkilsinizsə ya da sosial sahələrdə işləyirsinizsə, məncə şans daha azdır. Dövlət sahələrində işləyənlər üçün. Bəli. Çünki bu da dediyim kimi dil biliyindən bağlıdır və oradakı strukturanın fərqli olmağından. Amma belə deyərdim, mühəndislik sahəsində şans daha çoxdur. IT mühəndislik sahəsi ola bilər. IT mühəndislik, tibb sahəsində, texnologiya sahəsində proseduralar fərqlidir. Mən çox hakim deyiləm o mövzulara. Başqa deyərdim, mühasibə, audit sahəsində bəlkə biraz şans ola bilər qlobal şirkətlərdə. Yəni hamısına mən təbii ki, hakim olmadığım üçün sadəcə mənim fikrim belədir. Yəni mühəndislik və IT deyərdim. Aydındır. Yəni bu sahələrdə şans kartı əldə etmək daha uyğundur. Bir də yaş məhdudiyyətindən. Yaş məhdudiyyəti çox yoxdur. Yaş məhdudiyyəti belə deyim, 35 yaşın altında sizə 1 ya da 2 bal gəlir səhv eləmirəmsə şans kartı müraciətinə. Yəni 35 yaşın altını gənc sayır Almaniya dövləti. Yəni 35 yaşın altındasınızsa heç bir problem yoxdur. Yəni
Nə qədər yaşımız az olsa, bir o qədər Bəli, yaxşı əldə təbii ki, yəni yaş şans kartını. ötdükcə nezim həm proseduralar çətinləşir, həm daha ağır olur. Mən məsələn əvvəl belə bir şey olsaydı, mən böyük ehtimal 3 il işlədikdən sonra yəni müraciət eləyərdim. Yəni əvvəlcədən bilsəydiniz şans kartı var, daha az müraciət Yəni mən edərdiniz. məzun olduğum vaxtlardan sonra 2-3 il iş bacarıqlarımı artırıb ondan sonra o arada, yəni daha gənc, belə deyim 6-7 il əvvəl gəlmək istəyərdim. Onu soruşum sizdən, müraciət edəndə neçə yaşınız var idi? Evet, soruşa bilərsən. Müraciət edəndə bəs siz neçə yaşınız var? Mən müraciət edəndə deməli 30 yaşım vardı, 31-ə keçmişdim. Yəni 31-ci idim. Yəni plus 1-i almışdınız belə. Bəli, plus 1-i almışdım. Yəni bir sözlə deyək ki, şans kartına müraciət edəndə yaşımız da önəmlidir. Bəli, yaş sizə əlavə puan, bal gətirir belə deyim. Bəli, yaşımız 35-dən aşağı olduqda daha tez əldə etmə şansımız Bəli. var və daha yaxşı öz sahəmizdə işlər tapa bilərik. Belə deyək ki, son olaraq şans kartı etmək istəyən gənclərə, tələbələrə hansı məsləhətlər vermək istəyirsiniz? Yəni məsləhət vermək istəyərdim ki, əvvəlcə öz planlarını qursunlar, çox yaxşı araşdırsınlar, öz ixtisasları hansı bölgədədir, hansı əyalətdədir, hansı şirkətlər var. Yəni bir planlı bir şəkildə yol düşsünlər. Ən əsası məsələn mən belə deyim, mən CV düzəltməyi bəlkə 4-5 ay əvvəl öyrənmişəm, belə deyim. 4-5 ay əvvəl, yəni Almaniyaya köçmədən 4-5 ay əvvəl həqiqətən mən öyrəndim ki, CV belə düzəldilməli. Çünki illərdir mən heç bir yerə CV ilə müraciət eləməmişəm, iş görüşmələrinə girməmişəm. Yəni bacardıqları qədər iş görüşmələrinə girsinlər, o təcrübələri qazansınlar, maddi olaraq qırağa biraz pul yığsınlar. Həm Almaniyada lazım olacaq və blok hesabı üçün olsa lazımdır. Blok hesabı üçün 1 illik 11.000 evro. Yəni 1 illik də ola bilər, 6 aylıq da. Yəni 6 aylıq pul yatırsa 6 aylıq verəcəklər vizanı sizə, 1 il yatırsa 1 illik. Yəni belə deyək ki, şans kartı eləyəndə sadəcə olaraq bəzən gənclərdə, tələbələrdə ən çox çəkdikləri maddi təminatın qarşılanmasıdır ki, məncə əgər uğurlu bir nəticə əldə etmək istəyirsinizsə, yaxşı işdə, yaxşı maaşla çalışmaq istəyirsinizsə, bunu gözə almaq lazımdır ki, zaten gedib tez iş tapdıqdan sonra o bank hesabını məncə çıxarmaq olur, doğrudur? Yox, ay sizə geri qaytarırlar, amma iş tapdıqdan sonra bildiyim qədərilə bəli, siz deyirsiniz, iş icazəsini o blue card ya da çalışma izni göstərdikdən sonra ödənişi geri ala bilirsiniz. Yəni gec tapsanız pul məcbur qalıb aylıq hər ay kartınızı köçdən xərcləmək zorunda qalacaqsınız. Bu sizin öz pulunuz, elə plus aylıq olaraq sizin bank hesabınıza yüklənir. Ən əsası dil deyərdim. Yəni mən məsələn dediyim kimi ən böyük belə peşmançılığım dil öyrənməməkdir. Yəni öyrənib gəlsəydim daha rahat və daha yaxşı olardı. İşlərdə çalışa bilərdiniz. Biz demək olar ki, bəlkə də hər podkastda vurğulayırıq dili. Çünki həqiqətən dil o qədər vacibdir ki, yəni ən azı IQ B1 səviyyəsində. Yəni B1 deməyək, çətin ola bilər B1 öyrənmək, amma əsl IQ olmaq. Yəni biri var ki, materialı bitirib IQ olmaq, biri var ki, danışıq cəhətdən əsl IQ olmaq. Sizin iş tapmağınızda IQ B1 çox kömək olacaq. İngilis diliniz varsa, yəni hər zaman Cavid bəy kimi şansınız gətirməyə bilər. Çünki hər sahədə ingilis dili tələb var deyə bir şey yoxdur. Gəmi sahəsində ola bilər ki, ingilis dili tələbi yüksək olsun, amma digər sahələrdə məncə alman dili daha üstün olacaq. Bir də mən belə deyirəm, ingilis dili indiki dövrdə xarici dil hesab olunmur, yəni artıq hər kəsin bildiyi dillərdən birinə çevrildiyi üçün məncə də haqlısınız. Bəs siz necə təmin eləmişdiniz blok hesabınızı? Yəni maddi olaraq hansı çətinlikləri çəkmişdiniz? Yəni Türkiyədə mən illərlə işləyib çox qırağa bir pul yığmamışdım. Sadəcə şəxsi maşınım var idi. Yəni qıraqda çox az bir yığılmış pulum var idi. Yəni maşınımı satdım, blok hesaba onu yatırdım. Blok hesaba yatırma prosesi də çətin bir proses deyil. Hamısı onlayndır. Təqribi gün yarım çəkdi belə deyim və hətta sığorta da var. Sığorta eləməsi Almaniyaya getmişdim. Sığortanı da eyni firma üzərindən elədim. Yəni onlayn heç bir şey efor sərf eləmədən, yəni sürətli oldu və biraz da bankdan kredit götürdüm. Oradakı xərclərimi qarşılamaq üçün, yəni o şəkildə getdim. Yəni istədikdən sonra təmin etmək olur. Bəli, yəni mən getmək məqsədlərindən biri bu idi ki, gələcəkdə əgər getsəydim nə olar deyə fikirləşməmək üçün. Yəni ay sağ olun. Hər dəfə elə olur ki, yoxlayımmı, yoxlamayım deyə. Mən elə bir şeydə qalmaq istəmədim. Seçim arasında qalırlar, qərarsız olurlar ki, məsələn bu boyda xərc çəkirəm, maşını satmısınız, əlavə ödəniş qoymusunuz, kredit götürmüsünüz. İzləyicilər düşünəcək ki, ehtiyac var idi ki, o boyda xərci çəkməyə. Yəni orada işiniz rahat idi, hər şey qaydasındadır, amma istədikdən sonra başqa ölkədə yaşamağı
daha rahat, daha xoşbəxt yaşamaq üçün, yəni çəkmək lazımdır məncə o xərci. Çünki mən bunu bir dəfə yaşamışam, bu peşmançılıq belə deyim. Mən o vaxt universitetə hazırlaşdığım vaxtlar SAT ya da IELTS-ə hazırlaşmaq istirdim. O vaxtlar baha idi, yəni indi qədər müəllim sayısı ya da kurs sayısı çox deyil idi. Ona kurslar baha idi. Məsələn mən baha olduğu üçün getmədim onlara. Yəni getsəydim böyük ehtimal mən ya Amerikada ya da Avropada oxumuşdum. Yəni onu bir dəfə yaşamışam. çətinlik həmişə var. Çətinlik deyil, yəni ailəm mənə dəstək olardı hər türlü, amma mən ailəmdən bunu özüm istəmədim ki, onsuz gedib oxuyacağam, qazanacağam universiteti. Məncə də. Ona görə də hər şeyi vaxtında eləmək lazımdır. Bəli, Düşünməyək ki, məsələn, hər hansı bir problem var. Mən həmişə düşünürəm ki, bir məqsədə gedən yolda əgər biz deyiriksə ki, yox, bu şey alınmayacaq, çünki bu məndə yoxdur, maddiyyat yoxdur. Yəni bunlar bəhanə kimi gəlir mənə həqiqətən də. Bəli. Çünki istədikdən sonra onu əldə etmək mümkündür. Yəni o maddiyyatı ola bilər ki, bu prosesdə maddiyyat çox tələb olunur. Yəni bilmirəm, kreditmi götürməkləmi, ya borcmu almaqlamı, ya nəsə bir dəyərli əşyalarını satmaqlamı bunu edə bilərlər ki, gələcəkdə daha yaxşı işdə, daha yaxşı ölkədə yaşamaq üçün. Yəni xüsusən gənclər məsələsində ki, universitet tələbələri, məsələn, yeni məzunlar, yeni işə başlayanlar, yəni belə deyim, daha ekonomik yaşayıb, pul yığıb, çünki şans kartı üçün bir iş təcrübəsi tələb olunur. Evet. O müddəti daha yaxşı dəyərləndirib, dil öyrənib ya da bir pul yığıb, yəni bu çətinlikləri öncədən hazırlıq edə bilərlər. Bəli, bəli. Yəni universitet bitirəndən sonra biz 2 il iş təcrübəmiz olmalıdır ki, şans kartına müraciət edək və bu proses zamanı biz o ödənişi toplaya bilərik. Bəli. Yəni hissələri bölüb yığmaq, yəni dəyişir də kim necə olacaq bilinmir. Mən yatırım eləyə bilərəm. Yatırım Hər öz şeyi var. Bir növ şans kartı gələcəyə yatırımdır deyə bilərik. Bir daha çox təşəkkür edirik Cavid bəy, öz məlumatlarınızı bölüşdünüz. Azərbaycana səfəriniz zamanı dəyərli vaxtınızdan ayırıb bizim qonağımız oldunuz. Bir daha da təşəkkürlərimizi bildiririk. Ümid edirəm ki, artıq o 21 ay tamamlayıb həmişəlik oturum icazəsi alacaqsınız. İnşallah. Alman dilini daha yaxşı öyrənib, hətta sertifikat əldə edib daha yaxşı işlərdə çalışa bilərsiniz. Bir daha uğurlar arzu edirəm. Çox sağ olun. Kim də nə sualı olsa, videonun altında sizə ünvanlaya bilərlər ki, hər kəsin sualını cavablandıracaq sevə-sevə. Bir daha dinlədiyiniz üçün çox sağ olun. İnşallah ki, növbəti buraxılışlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Sağ olun.